Her güne yeni ümitlerle başlarken yine kör döngünü, qısır döngünü davam etdirməyə, zamknutay kruq davam edir. Her ne kadar da değilse de biz farklı yanaşırıq her şeye, her şey necə səslənsən elə əks-səda gəlir, amma bəzən hər şeyin dövrü təkrarlandığını müşahidə eləməli olursan. Bir günə yazılan 150 dənə plan bir şeyi 20 dakikadan artık düşünürken fikrin oradan dağılsın diye edeceğin 60'dan tutun da 180'e kadar bir işi yazsam belə. Keçən dəfə endişələrimi yazmaq haqqında danışırdıq. Üzərinə də necə olsa sənə yaxşı olar da onu yazmalıydın. Nə eləmək yox, sadəcə necə olsaydı həmin o endişələrdən azad hiss eləyərdin. Yazmaq tabii ki işe yarayır. Necə ki başqa şeylər fikrimi yayındırır həmin an. Ağlıma başqa bir şeylər gətirir istər-istəməz. Bütün hallarda hər şey öz əksi ilə mövcuddur. Yaxşı pislə, xoş naxoş olan hər bir şeylə.